أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين وصلى الله على محمد وآله الطاهرين ولا سيما بقية الله في الأرضين. Herkes teleçe bir aklı olsa biler ki bu alem her ne bu alemden kurtarmaz. Her ne bu alemden kurtarsa böyük ləğriyyət düzəl xilqətə. Nə üçün gəldik bura, yedik, içdik, birbirimizin başımıza vurduq, heç bilmədik. Bu süfrəni kim açıbdı, bu ona zülm elədi, o buna zülm elədi, bu birisi qan tötü, o birisi gözləri yağlar qoydu. Fisk, fücur birdən 120 nəfəri çəhdi dadıqaha qondarma sənətlərinə. Ola bilər bəyə büyünün sabahı olmayan. Tamam her ne lağv olar cerne in ruze deraze dahra fardasti. İndi sabahınca da fikir eləyəsən ya yok. Ağlı deyip bugünün sabahı var. Allah da döne döne deyir ki benim sizden bir günüm var. Sen efruğu lekim eyyüheste kalan. Cinniyse dey telesme 200'ün de hesabı yetişecek. Ahir ayet nazil oldu buydu. Allah buyurdu vettegû yevmen turcaûne fîhî ilallâh sümme tuveffâ kullu nefsin mâ kesebet ve hum lâ yüzlemûn. Korkun o günden içi. Bana taraf geleceksiniz. Ve enne ilâ rabbiker rüc'a. Eyleşi yok da yol gidiyor. Yatı yok da yol gidiyor. Dayanmak yoktu. Hareketti. Hareket birden iskaha yetişecek. Bir de göreceksen ki اَخَزْنَاهُمْ بَغْتَةً فَاِذَاهُمْ يَزْعَرُونَ. اَخَزْنَاهُمْ بَغْتَةً yani birden tutacıyor, kışkıracak. Yazarun kışkırmağa diyer. Göreysen o tezekkür verende o hanıma ki balamsan, iffetin olsun, örtücün olsun, heşmetin olsun, ihtişamlı paltarcıya kışkırey. Ha orada da kışkıracak. Ama orada Allah diyecek لَا تَجْعَرُ الْيَوْمِ اِنَّكُمْ مِنَّا لَا تُنْسَرُونَ. Kışkırma. Burada kışkırık heşirat satmaz. Burada kışkırık senen nüsret getirmez. Oradadır başka şey ki, 80 il yolu saç gedib. 80 il yolu əyri gedib. Əyrini ki başladın, heç getdikcə zaviyə çox olacaq da. Yəni heç getdikcə zaiqə olacaq əyri. Zaiqə əyri oldu, düzlükdən xoşu gələr. Peyğəmbəri deyə çıxart. Bir də görərsən ki, deyər, əxricuhum min qəriyyətikum İnnehum unasun yetetahharun. Çıxardım bunlar təmizlik suyan adamdılar. Niye təmizlik suyandan azğın gəli? Niye gireysən tükana gireysən ki, tükan yesin namaz buzurdur ha? Ben sana birden 1000'də 2000'də belə olar ha? O əyriyə misal vuruyam. Turisti bir yerde girib tükandan bir şey ala, çıxayım məsələn savalana. Görüb ki, bu tükan yesin namaz gile diye, bu namaz gile bundan almayaq. Onu Allah koymayıq. Allah deyir, benim qəlbin çörmüşəm, fikrin çörmüşəm. Nüqəllibu, çörməyə deyər. Və nüqəllibu əfidətəhum və absarahum kəmələm yu'minu əvvələ mərrə və nəzəruhum fi tuğyanihim ya'məhun. Allah bir idənin gözünü tərs edir. Tərsə baxar. Yaxsını pis görər, pisi yaxsı görər. Allah Quranda neçə tayfiyə deyir ki, Peyğəmbər bunların qüssəsini yemə. Peyğəmbər bunları boşda. Biliyordu ki yaxsını pis görək, pisi yaxşı görək. Hakkı batıl görək, batılı hak görək. Şimdi belə eləyibdi. فَلَمَّا زَاغُوا اَزَاغَ اللّٰهُ قُلُوبَهُمْ. Allah buraya sürüştün, laf sürüştürəcəyəm səni. İtəliyəcəyəm səni. Laf taçılığa mənası budur. Vaxtı getdin, oyun çıxartdın, Allah deyir səni itəliyəcəyəm fəsadın içinə. İtəliyəcəyəm aludələrin içinə. İtəliyəcəyəm qəflətin içinə. Allah'ın bir adı yüzillidir, bir adı Yahdi'dir. Hem yahdi men yaşa, hem yüzillü men yaşa. Bu alemde Allah bilir benim işim var. Kalbini hey terpedeceğim. Elə ki meyraca Peygamberimiz getdi dedi, Pərverdigara senden bir şey isteyem. O da budur ki benden sonra Ali işi alsın eline. Yani bir iş gör, hiç ses terpelenmesin. Fakat Emir Aleyhisselam Hazreti Ali bu işi görsün. Mesela bir tane farz ele mesela. Bir yerde gövde, bir yerde yaz Ali. Mesela Kur'an'da bir tane kelime Ali'ni yaz. Allah dedi, yahdi men yaşa ve yüzülle men yaşanı ver mənə. Sonra nezür deysen huzur eləyək. Yani bu yahdi men yaşa, yüzülle men yaşa tatil olmasın.
Məncələ bir iş görən biddə zəlalətə düşəylə. Çünki onun cəzası yoxdur. Vaxtı gedib haramı gətirəsən evə, ay burucurdu buraya haramı yedin, səhmiyə bəndi olur. Gözün səhmi var, qulağın səhmi var, dilin səhmi var. Rişvə ilə qulaq gələ, səhm apara, bu qulaq nəyə qulaq asar? Alan görəydim yanımdan maşın soğuşu. Açıb bir dənə çırpaq arvadın səsin, xarici çırpaq qadın, sözünə baxaysan, tey qurşaqdan aşağı. Özü də onu bütün qəyimatı hamiyə şişsin. İndi sənin fitrətin əridi kef eləysən, özgənin günahı nədir sənin keflə qoşula. Yəni dəlləb sadə məsələni başa düşmüyor. Deyim, mən üçün kef eləyəm ki, sən də kef elə. Bundan. Dəbini bilmək ki, hər nəyə qulaq asın, onu ibadət elədin. Mən əsqa ilə navtiqin əbədə. Hər nəyə qulaq asın, ona ibadət eləyibsən. Allah'tan danıştı, Allah'a ibadet eləyibsən. Şeytandan danıştı, şeytanı ibadet eləyibsən. O için namazı məskər eyli, orucu məskər eyli. Söz tulanidir. Burada Allah-u Teala biləxərə burada bizi gətiribdi bu aləmə. Bu aləmi bir sabahısı əqlidə gərək ola. Olmaz. Əslən bəşərlə dünya ilə pəzirəy eləmə olmaz ki. Dünya hənhün eləyibsən, ərdə başacan. Biləhsə var, biləhsə yoxdur. Nə ilə sənə pəzirəy eləsinlər? Suhanla yiyərsən, qət mərəzi taparsın. Cəz İsfahanla, qumun suhanı ilə yiyərsən, qət mərəzi taparsan. Bədənin də işdən düşər. Ləzzəti dünya budur da. Bir kilo bəsləni yiyərsən. Da seyri suudusu olmaz ki bunun. İmam-ı Sadzad idi ki, gecəni səhərincən ibadət eləydi, səhər sürdəydi. Xudaya, gecə soğuşdu, mən doymadım. Orada doymazsan, burada doyarsan. Peygamberimiz vurdu, susuza suyu versin, doyar. Aca çöreği versin, doyar. Ve ene la aşba'u mines salah. Ben namazdan aslen doymuyorum. Ne kadar namaz gülüyorum? Namaz yani Allah'la müçaleme eylemek. Allah sana icazet söhbət verib. Elə bilirsən həmişə verəcək. Yalvaracaq qiyamətdə bir tikə qoy danışım səndən. Allah deyəcək vəqəd kanu yud'auna ilə sucudi və hum salimun. Səni çağırırlar səcdiyə, salim idin. Orada üzü yan tuttun. Oruçtanları da məskəri elədin. Keçirsən sən, əlvə sigarı götürsən oruçluqda. Bir verəni başa düşməksən ki, bir məmləkətin imanına, etiqadına adam hürmət qail olar. O da Rusiyadan qonaq gəlmişdi. Oruçluqda mənə hissat yemədilər. Dedilər, yox yemərik baba. Sən misafirsən, özdən müsəlman da deyirsən, ye. Dedi, yox. Bugün müsəlmanlar hissat yeməz. Məncə müsəlmanları hürməti saxlayam. Sazman-ı Milal rəisi getdi Məbər-i Rəfahə Filistində. Oruçluq idi, hissat yemədi. Sazman-ı Milal'in bir emkini rəisi. Dedilər, sən nahar yemirsən, naharı gətirmişik. Dedi, yox. Oruçluqdur. Müsəlmanlar üçün qəza yeməklər, mən onların etiqadatına görə ehtiram saxlayam. Bu cəmaatın etiqadı hicabdır. Sən qanunu da sındırırsan, cəmaatın etiqadına da ağız yeysən. Hələ bu adab-ı əvvəliyyədir ki, adam zindəciyə mədənisi yola, biləxərə camiədə hürmətlə, ehtiramla, ehtişamla keçsinə camiədə. Hələ əvvəliyyə mətləbdə sən qaldın. Suedin bir dənə baş vəziri naziri var idi, gəldi İranla müqavilə bağlaya, qazala İranla. Tamam, qəyr gidi hicaba. Sueddə bunun əleyhinə o qədər söz yazdılar. Hicabı niyə getdin, örtdün orada? Sən müsəlmanların fikrini təqviyyət eləysən, gücləndirəysən. Demişdi, yox, gəldi xanım Məslimənin də hərəminə başvurdu. Orada da hicabla. Hay saldılar orada. Dedi, yox, bu məmləkətin qanunu var. İnsan bir məmləkətə getdi, qanununa hürmət saxlar. Bəli, indi bu aləm bir cür düzəlibdir, yer, gö. Deyir ki, bu aləmlə səni pəzirəy eləmək olmaz. Büyünün görə sərisi yola. Sərisi yola, savası yola, hesabı yola, kitabı yola. Allahın cəmalı orada görsənəcək. Böyük cəmal ədalətdir. Ədalət, heç ədalət qiyamətin ədalətinə çatmaz. 80 il nə iş görübsən? Əyləşdirəcəklər, dəqiqəsinə yetişəcəklər. Bu dəqiqə haradaydın? Kafşapdaydın. Gəlyan seçəydin. Gəlyanıma da ayrı şey tövmüşdülər. Ağlın başından çıxmışdın.
başyazı hanımlar da yerleşmişler orada. Başyazı hanımlarla, namahremle. Ya Allah göstermesin ribaxanada, kumarxanada. Bir dərgəysini incən, hey, gör nə qədər çəkər, axırda dönüb deyəcək, hasibuna və la ilənnar. Ay Allah, məni göt yapar cəhənnəmə, da qutar məni bu səhvdən. Rivayətdir ya. Bunu fikir eləyirsən, neynə bunu ehtimalın ver. Ehtimalın versin, boğrun satlar səni. O diyor Allah deyir, əla yazunnu, demək yəqin, əla zənn, Ceman, ala yadunnu ulaike ennehum meb'uthun li yevmin azim. Yevme yekumun nasu li rabbil alemin. O gün için tamamı başar kalkacak ayağa. Kıyamet fakat buna göre diyor ki torpaktan kıyam eley kalkıyor. Yok. Tamam istedatlar kıyam eleyecek. İçerinde şer varmış kıyam eleyecek. İçerinde hayır varmış zuhur edecek. Odur ki Allah-u Teala diyor yevme tübles sarair. فَمَا لَهُ مِنْ قُوَّةٍ وَلَا نَاصِرٍ. Allah deyir, sərilə hükümət eləyəcək. Əsən haləti etizardan sərilə hükümət elə. Deyidənə, la ilahe illallah, dur evdənə aşıqanə şeir oxuyuş. Niyə day haləti etizarda əql getdi. İctəmə aleyhim hasretul fawt və sakratul maut. Sakrat tuttu bütün. Və caat sakratul maut bil haqq. Zalike ma kunte minhu tahid. Allah burayı ölümün ihtizarını şevlendirmeye geldi. Bundan beter kaçaydın. Hara kaçacaksan. Allah'ın mülkünden kaçmak olar. Orada ki Allah dastur öyle bunun yüzünden nikabı götüp. Bak bu bedeni göreysen. Bu beden duvara benzer. Bu duvarın altında, duvarın arkasında beter giyafeler var. Hala görsenecek. Eğer ki öldüğü bu giyafeler divar töküləcək yerə. Divarın dalından ay mevcud da çıxacaq. Bir dənə dəli varmış ərəblərin içində cuha deyərlər. Yasdan gətirir cuha. Külüncü götürmüşmüş. Duvarı sökeymiş. Daydım və duvarın dalı da töyləymiş. Duvarı sökey, tövlə açılır. Qışqırı deyir, gəlin bağvaş tapmışam. Bağvaş çıxacaq. Zaniyan da gəndə əndamə nəhən. خمر خاران را بود گند دهان گند مخفی کان به دل ها می رسید گشت اندر هش محسوس و پدید. Gör nə qədər Allah paç-paçizə gəzalət təhiyyəl etdi. Rəqəm bərəqəm meyvələr biz nə biliyoruz? Hər məmləkətə gedirsən bir meyvələr var heç ömründə görməyibsən. Bir yeməliler vardı ki hiç vaxt görməyibsən. Gör, cəndən yanığa yağdırıb sənin başından. Bir şey əscik koyub deyil, yox. Hər nə bəşərin ehtiyacı var təmin eləyib. Tey möcüzə ilə özüdür, hər nə möcüzədir. Amma sən niyə deyirəm Allaha? Torpaq, su. Bu biberin acılığı hardan çıxdı? Bu kol enerjis. Bir dənə torpaqdır, bir dənə də sudur da. İndi bir dənə də dənə atırsan ora. Əsən bu ətir hardan çıxdı? Mühəndisiyə ətir torpaqdan çıxdı. Mühəndisiyə tən torpaqdan çıxdı. Rəhbər meyvə qalxıb torpaq. Su da bir torpaqda bir. Mühəndisiyə rəng hardan çıxdı? Biri bir qarpız şəklindədir, biri qohun şəklindədir, biri alma şəklindədir. Mühəndisiyə şəkil hardan çıxdı? Əsən fikr elədikcə adam deyir Allah, tüküm səcdə day durmayayım. O üçün deymişlər Sədr İslam'da Peygamberin ashabı gecəni deymiş emşəb şəbə rüku ast, səhərə incə. Emşəb şəbə sucud ast, səhərə incə. Həzrət-i Nuh biləxərə öləndə deyib ki, mən ibadət eləyənmədim, ömrüm çox az oldu. Cəbrəl deyib ki, mələkül-mevt deyib, axirət zamandakılar onda nəzir olar, deyib, nə qədər ömrələr olar. Deyib, olar elə 60 il, 70 il. Peyğəmbər buyurdu, mənim ümmətim 60 ilə 70 arasında olar. 60 ilə 70 mü'tərəkül mənaya. Ölümün o mərəkəsidir. Dedi, 60 il. Dedi, bəli. Həzrət-i Nuh dedi, 60 ilim mən hamısını səcdədə soruşdururam. Gör, nə dadıb? Həzrət-i Ayətullah işte adı buraydı. Rükuda ayə buruzirdi, duayı kumeyli yox idi. Axsan bu
Kumeyl'in o təxatübü ki Allah'la vardı, ədəbiyyatı ki vardı, muğazelə ki orada vardı, dilal ki orada vardı, o adamı saxlaşdırır. Onu gərək Allah'tan istəyəsən. Alimi bir əməli Allah istəsə, vıra, deyər qoymaram, ləzzəti münacatımı dodasan. Biri gəldi Şüeybə dedi, mən belə günah eləyəm, Allah başımdan tökəyə neyməti. Heç məni vırmay. Allah dedi, ged ona denən səni vırmışam, sən bilməyəsən. Gərə qazansan, gərə qazana ha istəysin, bəllənər. Rəngi tu bərtost, ey دیگه سیاه کرده سیمای دروغت را تباه بر دلت زنگار بر زنگارها جمع شد تا کور شد زستارها. Dedi, yox, mən qəbul eləmərəm. Mən qəbul eləmərəm. Özün gedib bazarda oyunları çıxardı. Gəli 10 dəfə də gündə də ehdinə sıratal müstəqim. İdarədə oyun çıxardı, ondan da gəli heyətdə elə şey. İmamın başına bök qoymaq olar. İmamın duvarı cüdə oldu. Xanımın bərəkəti, hansı bərəkət? Hukuku vacib verirsən, verməyimsən. Toğsa dərdarəmadın 5'dən biri füqəranındır səndə. Hər mal ki ona sənin zindəcün bağlı dör. Dolanışın ona bağlı dör. Onun 5'dən birini gərək verirsən. Çox eşitməlidir, bizim familimiz Avropada olur. Deyir filan kəs təzə hüquq alanda, hüquq ki bir il başa çatdı, 5'dən birini götdülər. Xumsa nə xums nədir 5'dən biri? Dedim, bunu niyə götürəysiniz? Dedi, hər pılı ki, biri saxlasa, bancıda işlətməsə, dövlət hay Avropayı 15'dən birini götürər. Heç bilməyək xums nədir ya? Bravo axı, eşitməli hikayət. 5'dən birini götdülər. اَلَّذ۪ينَ ف۪ي اَمْوَالِهِمْ حَقٌّ مَعْلُومٌ لِلسَّائِلِ وَالْمَحْرُومِ. Onlar için mallarında Allah buraya pay koymuşam füqəraya, sailə, məhruma. Vücuhatı verirsən. Zakatımı verirsən, neyine verirsən, ama görürsən o öleyik. Diyorsan xumsumu vermişəm, zakatımı vermişəm. Allah deyir, وَمَا أَنْفَقْتُمْ مِنْ شَيْءٍ فَهَوَا يُخْلِفُهُ. Nefh infak edersen yerini dolduracağım. Koy bir tane bir entige söz diyeyim size. Arz olsun məhzəri şərifizə. O da budur ki, Allah belə danışır, Allah'ın sözünə itminən eləmək. Peygamber belə danışır, Allah peygamberin sözünə itminən eləmək. Bir dənə düşmən, servis-hay casusi dünya girdi içəriyə. Deydi, ay cəmaat, səfər ayının 13'ünde sivic alsın, haçar alsın, qızıl alsın, ərşə gedəcəksən. O sivic ilə haçarı qoşdu ona, yalandan qoşmuşdu. Gərəz qızıl idi. Qoy bu cəmaat bazarda nə qızıl var yığışdırsın. Ağa gördün ki qızılçı bazarda nə oldu? Yandım, töküldüm Allah'ın sözünə. İnanmayış. Bir dənə xurafa, harda yazıbdı ki sən, sizdə Rəcəbdə nə olub, sizdə Səfərdə nə olubdu? Gör nə əcib səti haz etiqadı dini. Əgər bu etiqadda olsa cəmaati elə o ayına da sürmək olar, bir yana da sürmək olar. Bir dənə şeytan düşər qabağa, bir dənə bir söz atar, bir də görərsən ki, xurafa zamənib töpürür. Allah müteala, düşmən də ki, get bazardan qızılı yığışdır. Sən də düşmənə qoşuldun. Dünənləri, bax dünənləri. Dünənləri eşit. Bunu eşit, vəhşət elə. Ay o ki gedib dolar yığışdırıbsan. Dünənləri rəis-i xəzane-i Amerika, vəzir-i xəzanədarı Amerika elam elədi. Ay milləti İran, gedin puluzun hamısını dolar eləyin. Sənin gərək o sözü aşıqdır. Amerika haçan xeyr istəyib sənə lan xeyr istəyə. Sənin məmləkətin həbşə çəkib. Sən onun dalına niyə düşdün? Allah'a nə cavab deyəcəksən? Düşmən için 220 bin şəhid oldu Zəncidə, Amerikanın dəsturu ilə oldu. Ramsfeld. Yaşa diqqət elə ərzimə.
Allah buyuruyor velo ennehum amenu vettekav lefetehna aleyhim berekatun mines sama. Allah de təqvan olsun ki yerin gün qapısını üzü açsın. Bu bərəkəti inanmıysan. Gedirsən sən bir dənə zulumbur ki gəlib heylə bir dənə gələt söz deyib ki ona inanıysan sən. Xurafata. Xurafənin kökünə keçdi. Şirkidir ya. Allah heç vaxt bu xurafədə səbəb qoymayıb. Niyə getdin ora? Allah heç vaxt rişviyə səbəbiyyət qoymayıb sən üzündə gün toğsa tapa. Niyə getdin riş? O da rivayeti var. Bu məzmundadır. İşte belə məsələn. Ər-rişvətü şirkün billahil azim. Yəni sən həttən bir ayrı Allah'a mötəqidsən ki o deyir ki rişvə ilə eləmək olar uşaqları xoşbəxt eləmək. Gəldi bir dənə şahın zamanında Çərəzin çayının kənarında bir dənə kəndəlin qahardı beçaranın Behtərin bağın əlindən aldı şahın adamı. O da dedi ey Allah əgər varsan, əgər görəysən elə bu mənə bəsdir. İbrahim yatanda ota Cəbrayıl gəl dedi bir şey istəyirsən dedi istəyəm. Dedi ay. Dedi elmuhu bihali. Kifayət elər bihali. O ki görə elə o mənə bəsdir. Bilə elə o mənə bəsdir. Dedi Allah sana tapşırdım. Uşaqlar maşınla oynayın. Maşın xal maşını xalas eləmişdi. Maşın hərəkət eləmişdi. İçində tamam uşaqlar. Üzü aşağı hara. Şərədin çayını bilməyən görübsən yayıq. Vəhşətli bir çay axıyor orada. Maşın uşaq qarışıq hamısı düşdü çayın içine. Hamısı boğuldu öldü. Gəldi o kişini tapdı o kəndi əhlini tapdı. Dedi ki bağı götür. Dedi bala bəbə belə dadı ac etdik. Olmadı nəzir oldu. Dedi balalarıma istəydim də. De balalarım da öldü. Neyniyəm də bunu kimə istəyəm götür bağı. Bu aləm mənim atam həmişə deyərdi. Bu aləm vırağandı. Bu aləm vırağandı. Bu aləm vırağandı. İndi biz bundan sonra bir aləm var. O aləmin xətərləri nədir? İki dənə xətərə istiyor müqəddamat koymayı bizi. İki dənə böyük xətər. Biri budur ki, bax danışanda müvazı bu. Təllahu ilə təsəlünnə əmmə kuntum təftərun. Allah and içib, Allah harda and içər? Hər kəs and içdi, yalancıdır. Ya gərə tərəfin şəkkidə ola, ona and içəsən. Ya da ki, söz çox böyük ola and içəsən. Allah and içək. Özünə and içək ki, bu iftiralar içi vuraysan səndən sual eləyəcək. Təllahi ilə təsəlünnə əmmə kuntum təftərun. İftiraya 3 dənə sənə ayə oxuyayım. Biri bu deyil. Biri də budur. İnnəmə yəftəril kəzib əlləzinə la yu'minunə bi ayatına. O ki bizim ayatımızı qəbul eləmir. O iftira vurar. Evdə xanıma iftira vur. Sən nə iş görübsən mənə burada? O xanımdan təşəkkür eləməsin, Allah sənin təşəkkürü qəbul eləməyəcək. Rivayətdir. Xanımı deməyən mütləq deyil. Allaha deyəcək, şükür eləmişəm, Allah deyib, yox. O cəmaat ki, sənə yaxçılıq eləmişdi, onlardan təşəkkür eləməsin, məndən təşəkkür eləməyibsən sən. Adamın bir dili olar. Adam bir təşəkkür elər. Üləmanın biri deyir ki, ay mütəhəri gələrdi bizim evə, gələndə o xədəb, bizim xanım xoşalılar dögələndə. Deyərdim, niyə? Deyərdi, vallah, belə adam bura gələ gedəndə, fəqət ay mütəhəri gedəndə, gələ dur aşpəsananın qabağında, deyə bu sürfəni sən salıbsan. Bu zəhməti sən çəkibsən. Mən gəl səndən təşəkkür eləyəm. Ağa gedib zəhmət çəkib, şirə can xəşləyib, canın xətərə salıb, gecə günü sobalayıb, halal tikə, halal ruziyə və gətirib. Onun da qabağında adam təşəkkür elər. Allah buraya şükür elədim, başından yağdıracağım, bir əmin verəcəyim. Lə in şəkərtum lə əzidənnəkum və lə in kəfərtum fə innə əzabı ilə şədid. Şükranı nemət eləsin, iş çox çətindir. Fə innə əzabı ilə şədid. Bu da 2-ci ayə, deyir, iftiranı kim vurar? O ki, mənim ayatımı qəbul eləməyik. Yəni, bir kəlmə deyim, yəni bidin insan iftira vurar. Hardan biləysən bu söz düzdür? Eşitmişəm. Allah salar otun içine, deyər sabit elə çıx. Deyər eşitmişəm, Allah deyər eşitməklə mətləb düz olmaz ki. Hamı belə deyildi, dedi, hamı da desə düzdür. Nə çox deyənlər. Bəli, şəhid beşini gördün ki, nələr deyildilər, hamısı yalan çıxdı. Ondan Allah deyər, sabit elə çıx. Bir rivayət edir, otun içine salar. Bir rivayət budur ki, xəbalın içine salar. Xəbal
cəhənnəm əhlinin bədənin sirkidir də açıb deyə bilməyəm. Biədəbsizlikdir dilimə getsən bələn. Day sirki ki, nə cür sirkidir, hardan gəlir o sirk? Salar onun içinə. Çünki iftira vurmaq, gənd vurmaqdır camədə. O gənd orada özün görsədəcək. Gir onun içinə, sabit elə sonra çıx. Şübhəsində budur, Allah bilək. Və təhsəbunəhu hayyinən və hava indəllahi əzim. Sənin dilində yüngüldür, ağzına bir dənə bir söz çıxdı. Bir kələmə. Bir dənə balaca kələmə. Hələ o qədər iş çətindir, o qədər iş çətindir, bir dənə antiqə söz deyim sizə. O da budur ki, tərəfə istəyək. Tərəfə çox bağışlar, istəyək tərəfə deyək ki, uzun qulaq. Yaxçıyıb. Dedi, əvvəlin dedi. Uzun qulağın əvvəli ıdır da. Dedi, ona deyərlər, mən aza müminən bir şətr kələmə. Şətr kələməni dedi, nə kələməni? Kələmənin bir tikəsini dedi, hamısın yox. Hər kəs o bir tikə ilə mümini incitdik, qiyamətdə gələcək. Aldına yazılıb, haza aisun min rəhmətillah. Bu Allahın rəhmətindən məyusdur. Qiyamətdə şeytan boynunu uzadacaq, deyəcək, elə bil ki, mənə də nicat var. Gör, nə qədər rəhmət tökülək. Vəli incitdin, izah elədin. Əvvəl get vəzifə örgək, şuracaq Quran oxu. Əvvəl get vəzifə örgək, ondan sonra namazı okur. Vəzifə bilmədin, namazı başladın, boynunda məzləmə var. Nə qədər namazda durubsan, Allah sənə lənət oxuyacaq rivayətdir. İrsiyəni yeyibsən sən, rişvə yeyibsən sən, beytülmalı yeyibsən sən, qeyri-qanuni istihdam olubsan sən, cəhəli sənədinlə özünə gedibsən, istihdam düzəldibsən, da istəməyəm çox açam. Yaxçı, bir dənə kələmə ilə zəhmətim tamam, götürək yazıq, o yazanlara bunu deyəm. Ey kaş bunu yazarlar, hər yerə pəxş eləyərlər, yayarlar. Bu cümləni. O ki yazı, əyləşib evdə, yazdı, götdü bir dənə, yolladı birdən, saytılar vurdu, nə xədə saytılar vurublar birdən. Neçə milyon adam bir gündə onu oxudu. Neçə milyon qeybət, neçə milyon tövmət, neçə milyon nizam İslamının abırsın tövmək. Münafiqin orada yazı, ötürə içəriyə, bu da paylı. Hərdə mənə yollayırlar, bax, məsulların oğlanları gör nə cürdür. Deyəm, evimin tikilməsin, biləysən bunu münafiq yazıq yollayıb. Məsulların evləri nə cürdür, yollay mənə, mömin ha, deyəm, biləysən bunu münafiq düzəldib, ötürüb içəri. Peyğəmbər günü görsətdi, dedi, hər nə gün kimin aydındır, fəşəd və illə fədə, və illə şəhadət vermə, gün kimin hər nə aydın oldu. O yazanlara deyəm bunu, Allah bilir, fəvəylullah, vav yoxsun sənə. Həlakət olsun sənə. Mimma kətəbət əydihim. O əlləri yazıylar, qeyri-xilaf yazıylar. Və veylullahum mimma yaksibun. Vay olsun sənə. O ki bu yazı ilə kəsb elədi. Veyl yəni həlakət. Yəni o yazı səni həlakət elə, həlakələr deyil. Kəsb elədi, onu da səni həlakələr. Nə qəşə danışıblar bizə? Ehsanım hamısı. Sözləri adam eşitdikcə nə qədər mütənəbbih olay, nə qədər yolu tapı. Sənin oğlun Hasan eşidəcək bunları. Sənin qızın Hasan bunları eşidəcək. Elə bu cürə xodro qalxa yuxarıya gələn olar. Tərbiyyət eşitməklə olar, təzəkkürlə olar. Hər که گیرد پیش ای بی اوستا ریشخندی شد به شهر و روستا هر که ز دولت اثری یافته از دم صاحب نفسی yafte. Böyle sahibi nefes mi değil mi hamısı? Dedi koyun danışım, fit saldılar. Hazreti dedi koyun hakküziye değilim, el saldılar. Mansırıya saldılar, her yerden bağladılar. Cealluhu fi misli halgâ. Herkes de Hazret'e koşuldu, koymadılar ki Kufa'dan biri çıxa. Herkes koşuldu, Haccad ile koşuldu. Dedi Hacca gediyem. Habibzad o cür geldiler koşuldular. Böyle koydular ve koşuldular. Hanım Zeynep bakıydı telinin üstə. Görəydi hər kəs gəlir, qoşulu elə Ömər Sədin. Leşkər, heç bir yana gələn yoxdur. Bir də gördü ki, biri bir yana gəldi. Dedi, o kimidir bir yana gəldi. Dedilər, bu Həbibdir. Dedi, Həbibə mənim salamımı yetirin. Həbib çox zirəncidir, başa düşdü yəni. Vırdı başını ağladı. Dedi, Əli qızı Zeynəbin işi buraya yetişibdi ki, bir dənə mənim kimin gələndə. Gecə oldu. Gecə çox çətin, biləysən də o Həzrət icazə aldı o gecəni ibadət edən, namaz qıla.
Bəli, əshabı bütöv yığdı dövrəsinə. Nə əcəb hekayət oldu. Nə əcəb hekayət oldu. Neçə dəfə Həzrət bunlara dedi, gedin. Biri axırıncısı o idi. Ondan qabaq 2000 adam başında var idi. Dedi, gedin. Mən şəhid olacağım. Gəlmişlər qənimətə, riyasətə, İmam Hüseyin xəlifə olacaq, bizi vəzir eləyəcək, bizi müdür eləyəcək, bizi. Həzrət dedi, biz başa bölk qoymarıq birinə. Hər nəyi sərit yerik. Sərit əvvəldə deyə mən şəhid olacağım. Ona görə Həzrəti Təhqoyda da axırıncısı o gecə idi. Yığdı bunları danışdı. Dedi ki, çırağı keçir deyəm, get. Şəb-i əməliyyat deyəsən, get. Həzrət gördü, heç kəs getməyib. Həzrət döndü, dedi ki, neynəm? Birdən utanarsızdır. Ki, məsələn, sonrası danlayalar, deyələr ki, Peyğəmbərin balasını niyə təhq qoydun? Gəlin uşaqlarımın birini verim hərəsini sizə. Onu götür özünlə apar. Biri də səni danlasa, daha danlaq çəhmə. Denəm, bax, Hüseynin balasına nicat vermişəm. Onlara abır düzəl deyək. Gör nə qəşəng imamımız var. Gör nə mehriban imamımız var. Gör nə hər nə fikrini eləyən imamımız var. Gördü ki, nə də getməyir. Həzrət vurdu, şayət fikirləyirsiniz, geçsiz daldan gələlər sizi tutalar. Sən buradaydın, qorma. Fəinnəl qovma yatlubunəni. Bunlar məni axtarır, mənlə işləri var. Sizlə işləri yoxdur. Tutun gecəni özünüzə minici eləyin, minün gecəni gedin. Amma yenə də heç kəs getmədi. Amma bu sükut hakim olub oraya. Heç kəs danışa bilmir. Fəqət hər kəsə bax. Hər kəsə baxıysan, görəysən gözün quşəsi ilə Həzrəti Əbəlfəzəliyə baxır. Yəni, ağa bir sən... Yəni, ağa, eybidir biz səndən qabaq danışaq. Sən danış. Həzrəti Əbəlfəzəliyyədən sonra onlar dil açdılar danışmağa. Nə sözlər dedilər? Həzrəti Əbəlfəzəliyə əvvəl cümlə işləyir, dedi, qardaş Hüseyin, Allah görsətməsin, biz sənsiz bu aləmdə diri olaq. Əhsən bu aləmin cəmalı sənsən, gövçəkləri sənsən, bu aləmin izzəti sənsən, hikməti sənsən, biz sənsiz yaşayaq dünyada. Yəni üf olsun o yaşamağa. Nə olar? İnsan yaşaya amma o əzəmətdə imamı əlindən alalar. Ondan əsab ağız açdılar. Bəh, 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 bəh. Dedilər, Hüseyin, bir dənə əlan canımız var. 1000 canımız olsa, 1000 canımız. Sənə verəcəyik biz burada. 1000 canımız. İn şərrəkdə şərrəqna və in qərrəbdə qərrəbna. Şərqə geçsin, ətəyindən yapışıb gələcək. Qərbə geçsin, ətəyindən yapışıb gələcək. خانه چند گمار بازی که بباغ ترکه بودش و نماند تیچش الا havas gemar دیگر. Orada bəli xanım Zeynəb kənardan baxıydı. Durmuşdu xanım Ümmü Kulsum, ikisi də nigaran. Ki görəsən nəzir olacaq. Alan dedi gedin, bunlar gedəcəklər. Xanım Zeynəb orada, ya xanım Ümmü Kulsum ikisindən biridir, bir yanıqlı söz deyir. Deyib ki, işə düşmən məni öldürəydi, qardaşımı da öldürməydi. Məni tutaydı, qardaşımı boşdaydı. Qurban olaydım yəni mən qardaşıma. Elə ki, biləxərə gəldi xeymiyə İmam Hüseyin ağa, keşif verirlər əshab, Həbib fırlanır xeymənin ətrafına, bilir düşmən çox rəzlidir. Baxdı, qulaq astı, eşitdi, gördü xanım Zeynəb bir söz dedi Hüseynə. Dedi, qardaş, bunlara yəqinum var, bunlar qalacaqlar. O xədə getmişdilər, İmam Hüseyin tək qoymuşdular. Xanım Zeynəb nigaranıdır. Dedi, qardaş, yəqinum var, bunlar qalacaqlar sabaha. Bu tutdu.
Beter tuttu Cenab-ı Habibi. Tez bir nida verdi, hamı çıksın xeymeden. Bəni Haşim də çıxdı, əshab da çıxdı. Bəni Haşimə dedi, siz gedin, sizlə mənim işim yoxdur. Mənim bu nökərlərlə işim var. O nökərləri yığdı, dedi Zeynəbin bizə itminanı yoxdur. Gələk bu gecə Zeynəbə itminan verək. İmam Hüseyin ağa bir də gördü, xeymənin ətrafı tey dolub əshabla. Bana nə xəbərdi? Dedilər ağa gəlmişik, bacın Zeynəbə. Aramış verək. Deyək ki biz sizi tərk qoymarıq. Ruhunuz şad olsun. Nə aramış verdi İmam Hüseyin ağaya. Nə aramış verdi xanım Zeynəbə. Ama arz eləyəm, Habib keşke nahardan sonra Aşurada olaydın. O zaman için xanım Zeynəb də Ali hər yerdən üzüldü. Dördüncə o balaları xeymədə saxladı. Balalar qaçdılar. Xeymədən də qaçdı, saxlayanmadı. Hara qaçsın? Hara kimə? Pənah gətirsin, pənah yoxdur ki. Gah qaçdı təllin üstünə. Dedi, əmamən məvəhhədin fikum. Bir dənə əhli tohut yoxdur burada. Amma qoy ürəyə bir dənə ot vırım. O da budur ki, Ali hər yerdən üzüləndən sonra qaçdı Ömər Sədin üstünə. Allah, Allah, Allah. O əzəmətdə xanım, o qeyrətdə xanım, o izzətdə xanım. Bilməysən axı Həzrət Sara nə tərbiyyət eləyib. Əmr Əleyhisselam nə tərbiyyət eləyib. Bir söz dedi, ağrı olsa budur da, ağlasın bunu ağla. Nə dedi? Dedi, dəstur verilir. Allah, Allah məni bağışla, Allah məni bağışla, Allah. Ya Resulallah, səndən izin istəyəm. Ya Əmir əl-Müminin, səndən izin istəyəm. Ya Fatıma Təzahra, səndən izin istəyəm. Ya Əbu Abdullah, səndən izin istəyəm. İzin istəyəm, izin istəyəm. Dedi Ömər Səadət, denən leşkərə. O paltarlar içimizdən alıblar gətir. Ala lanetullah. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Ey mehriban Allah, atuf olan Allah, bendesinden neden artık mehriban olan Allah, bizi özümüze tavşırma. Allah bize gazap eleme, hatalarımıza rüya bizi mehrum eleme. Allah bizi gözünden salma, rahmetinden salma. Allah memleketimize inayet ele. Allah yağıntını bollu nazil ele. Susuzluğuyla bizi imtihan eleme. Allah bereketini nazil ele. Allah ucuzluğu nazil ele. Allah bahalığı bertaraf ele. Muzilat iktisadini hall ele. Devlet merdilərə kömək elə. Məqam-ı Muazzəm rəhbəri şövkətin təsir nəfəsini artıraq elə. Şühədalarımızı gərik rəhmət elə. Bizi şühədalardan şərməndə eləmə. Yolların teyyələyənlərdən qərar ver. Xələt-i şəhadəti bizə nəsib elə. Ey mehriban Allah, əmrazı nəfsanimizə əlaz mərhəmət elə. Mərizlərə şifa mərhəmət elə. Borcu olan, abrusu xətərdə olanlara inayət elə. Hər evdə müşkül var, nığ var. Lütfü kərəminlə, rəhmaniyyətündən bərtərəf elə. Mehribancılığı nazil elə. Ay Allah, zəvil hüquqilərimiz, müəllimlərimiz, əsatidimiz, ata-anamız, şühədalarımız, Allah xəyyirlərimiz hamısına xasıl xas inayət elə. Zuhur Həzrəti Vəliyyəsi bizim zamanımızda qərar ver və bərəkət, salavat və Muhammed.